Əvvəl ənənə başqa idi, indi tamam başqa. Tarixən xalq olaraq dişi və yaşı az quzuların kəsilməsinə münasibət bir mənalı idi. Axı hər şeydən əvvəl körpə quzunu kəsməyə qıymazdılar. O quzu da böyüyüb, çoxalıb sahibinin böyük sürüsünə çevrilərdi. Amma indi təəssüf ki, mənzərə fərqlidir. 30 ildir qəssab kimi fəaliyyət göstərən müsahibimiz də deyir ki, son zamanlar belə hallarla tez-tez rastlaşır. Nəticədə də artıq yerli quzuların sayında ciddi azalma müşahidə olunur. Əvvəl dövrlərdə, yəni beləncə xırda quzuları, əmlik quzuları, körpə dişi quzuları kəsilmirdi. Məsəl üçün, restoranlarda gedirdi kebabxanada çörək yeməyə. Heç bir yerdə elə bir ki, 8-10 kilo quzunun ətindən kebab görmürdük. Biz 17-18 kilo quzuların ətinə gördük kebabı. Hər bir rayona gedirdin, görürdün ki, böyük bir fermalarda damazlıq heyvanlar ayrı olunurdu. Onları ayrı saxlayırlar, dişi quzuları ki, bundan artıq biz sürümümüzün damazlığıdır. Bu illərin 500 dənə quzunu qatırıq qoyuna, sürüyə qatacaq ki, heyvanımız artsın. Ancaq indi gedirsən, baxırsan ki, heç içində yoxdur. Yəni artıq damazlıq heyvanların kökü kəsilir. İl və baxırsan ki, heyvanların sortu dəyişir və yerli Qarabağlı quzuları artıq əl-ayağı çəkilir. Yəni onların dişi quzularını tapmaq çətin məsələdir. Başqa yerdən gətirilən damazlıq heyvanlar bizim heyvanların kimi dad olmur. Heyvanların kəsimi yalnız dövlət baytarlıq nəzarəti olan rəsmi kəsimxanalarda aparılmalıdır. Bu müəssisələrdə kəsimə gətirilən iri və xırdabuynuzlu heyvanlar əvvəlcə baytarlıq mütəxəssisləri tərəfindən müayinədən keçirilir. Sağlamlığı yoxlanılır və yalnız yararlı olan heyvanların kəsiminə icazə verilir. Kəsimdən sonra isə cəmdək və daxili orqanlar baytarlıq sanitariya ekspertizasından keçirilir. Uyğun hesab edilən ətlərə xüsusi mühür vurulur və yalnız müvafiq baytarlıq sənədləri ilə satışa çıxarılır. Quzuların erkən kəsimi ilə bağlı mövcud vəziyyətə isə təəssüf ki, agentlik əməkdaşlarının apardığı nəzarət tədbirləri zamanı da rast gəlinir. Nəzarət tədbirləri zamanı bəzən 6 aydan kiçik quzuların, xüsusilə də dişi quzuların kəsildiyi hallara rast gəlirik. Bu isə tövsiyə olunmur. Çünki erkən yaşda kəsim heyvandarlığın gələcək inkişafına mənfi təsir göstərir. Belə ki, bu yaşda heyvanların əzələ və piy toxumaları tam formalaşmadığı üçün ətin qidalıq dəyəri aşağı olur. Eyni zamanda dişi quzuların erkən kəsilməsi gələcəkdə nəsil artımını azaldır və genofondun zəifləməsinə səbəb olur. Ona görə də həm istehlakçıların sağlamlığı, həm də heyvandarlığın davamlı inkişafı baxımından erkən kəsimin qarşısının alınması vacibdir. Qeyd edək ki, son dövrlərdə Respublikamızda qara malın 6-9 aylıq, qoyunların isə 3-5 aylıq yaşda kəsimin aparılması adi hal olub. Bu da hər iki növə aid heyvanların məhsuldarlıq potensialını tam istifadə edilmədən təsərrüfatdan çıxarılması, yekunda isə məhsuldar heyvanların ümumi sayının azalması və istehsalın aşağı düşməsi ilə nəticələnir. Bu məqsədlə iri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi erkən kəsimə son adlı maarifləndirmə tədbirlərinə start verib.